Beləliklə Berlin, üzmə düşən günəş sizi aldatmasın. Bir gecənin içində bu divarı yaradırlar. Qardaşlıq öpüşünü təsvir edir bu. Bugün addımlarımız 24.000 olub. Sizi insanların dəqiqliyi, məşhur Curvürs'ü və küçə sənəti ilə tanınan Berlindən salamlayıram. Hazırda Berlinin ən məşhur tarixi abidələrindən biri olan Brandenburg Tor, yəni Brandenburg qapısının qarşısındayıq. Elə qapının qarşısında durmuşkən sizə biraz məlumat vermək istəyirəm. Bu qapı 18-ci əsrin sonlarında Prusiya kralı 2. Wilhelmin sifarişi ilə tikilmişdir. Berlinə əhatə edən Berlin divarının əsas giriş hissəsi buraydı. Qapının 26 metr uzunu və 65 metr eni mövcuddur. Üzərində sütunlar var və gördüyünüz kimi ortadakı sütun digərlərinə nisbətən daha genişdir. Çünki buradan insanlar yox, sadəcə kral ailəsi keçə bilərdi. Brandenburg Torun ən diqqət çəkən hissəsi üstündə yerləşən quadriga adlanan heykəldir. Bu heykəl 4 atın çəkdiyi araba və onun içində duran qadın fiqurundan ibarətdir. Əslində bu fiqur sülh ilahəsi idi. Qapı ilk tikiləndə o əlində zeytun budağı tuturdu və mesaj belə idi: Berlin sülh şəhəridir. Amma tarix hər şeyi dəyişdi. 1806-cı ildə Napoleon Bonaparte Berlini işğal edir. Ancaq işğal etdikdən sonra özü ilə birlikdə həmin bu gördüyünüz heykəli də aparır və Fransada muzeylərin birində sərgiləyir. Bu, Berlin əhalisi üçün alçaldılma deməkdir. Ancaq qalibiyyət olduqdan sonra Berlinlilər heykəli yenidən Fransadan götürüb Berlinə geri qaytarırlar. Bu zaman heykəldə bir sıra dəyişikliklər edirlər. Artıq heykəlin üzərindəki qadının əlində dəmir xaç və onun üzərində isə qartal dayanır. Bu isə qələbəni və gücü simvolizə edir. Hava düşündüyümdən də soyuqdur. Ona görə də Brandenburg qapısının yanında yerləşən Starbucks'a girib biraz kofe içib, biraz səhər yeməyimizi də burada eləyib yenidən gəzməyə davam eləyəcəyik. Amma biraz isinməyə ehtiyacımız var, çünki çox soyuqdur. Barmaqlarımı hiss eləmirəm. Yerimiz... Hamı uzun deyil. Bayağı uzundur boy olaraq. Sifarişlərimizi etdik. Soyuqda isinmək üçün kofe və həmən cheese pocket kimi bir sandviç kimi bir şey sifariş etdik. Düzdür. Səhər yemək olaraq ağımda fərqli bir şey var. Ancaq soyuq o qədər məni belə saçdı ki, məcbur dedi, həm isinək, həm də ki, səhər yeməyində burada eləyək. Neynədik biz? Transportdan biraz danışmaq istəmirəm. Banovdan şəhər mərkəzinə gəlmək üçün 24 saatlıq bilet aldıq. Bir dəfəlik biletlər var, 24 saatlıq biletlər var. Əgər bir gün vaxtınız tam varsa, məncə tövsiyə edirəm 24 saatlıq tiketləri alın. ABC-dir və bu tiketləri aldığınız zaman siz demək olar ki, şəhər daxilindəki bütün transportlardan istifadə edə biləcəksiniz. Bu da çox əlverişlidir. Viyanada olduğu kimi Berlində də transport sistemi möhtəşəmdir. Yəni istənilən yerdə siz U-Bahn, metro, tramvay tapa bilərsiniz. Avtobuslar da var, yəni çox rahatdır. Ərazilər də bir-birinə çox yaxındır. 24 saatlıq biletin qiyməti 12.90-dır. Mən rahatlığım üçün almağı seçdim. Çünki yəni tövsiyə edirəm, siz elə seçərdiniz. Yeməmizi yeyib, biraz isinək, davam eləyəcəyik. Şəhərin mərkəzində yerləşən digər abidələrdən biri də Holokost abidəsidir. Bu abidə Holokost zamanı həyatını itirmiş Yahudilərin xatirəsinə görə salınmışdır. 2005-2006-cı illərdə salınıb bu abidə və buradakı daşlar hər biri faciə zamanı həyatını itirmiş Yahudiləri simvolizə edir. Gördüyünüz kimi hər bir daşın ölçüsü və onların yerləşdiyi ərazi qeyri-bərabərdir. Məkanda 2711 sütun yerləşməkdədir. Hər sütun bir Yahudini simvolizə edir. Həmin bu Holokost faciəsi haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, bu əraziyə yaxın daş sütunların altında bir məlumat sentri var və həmin o məlumat sentrdə həyatını itirmiş Yahudilərin adları, onların yaşları və həyat hekayələri haqqında məlumatlar görəcəksiniz. Sütunların arasında gəzdiyiniz zaman əgər yerə nəzər salsaz görərsiniz ki, yer düz deyil. Yerin özü də enişli və yoxuşludur. Bunun özünün də bir xüsusi mənası var. Bu abidəni tikərkən buna fikir veriblər. Bura gələndə bəzi turistlərin sütunların üzərində çıxıb şəkil çəkdirdiyini görə bilərsiniz və yaxud da ki, sütunların üzərində oturduğunu görə bilərsiniz. Əslində bu çox da yaxşı bir fikir deyil. Çünki həmin orada həyatını itirmiş insanların ruhuna biraz olsun hörmətsizlik kimi çıxır. Çünki bu abidə onlar üçün tikilib.
Üzünüzə düşən günəş sizi aldatmasın. Çünki burada adamı kəsəcək dərəcədə şaxta və Bakı kimi bir Bakı küləyi vurur üzümə. İstat Galeridə Berlin divarının demək olar ki, sonlarında mənim Berlində ən sevdiyim ərazilərdən biri yerləşir. Spree çayı, park var. Düzdür, qışda çox bir insan olmur burada. Niyə də olsun, çox soyuqdur. Amma yenə də bir-iki nəfər var, gəzirlər. Çayın kənarında insanlar gəzirlər. Şeylər içirlər, otururlar. Totalda gəzmək üçün gözəl yerdir. Mənzərəsi də gözəldir. Düz çayın sahili olur. Çayın da sahili olur məncə. Çay kənarı olur. Çay kənarı. Heç nə. Çay kənarıdır. Gözəldir. Gəlin. Geyinin, keçinin, gəlin. Düşünün ki, normal səhərlərdən biridir. Hazırlaşırsınız işə getmək üçün ya da ki, ailənizi ziyarət etmək üçün ya da başqa səbəblər üçün şəhərə çıxacaqsınız. Şəhərə çıxanda şəhərin düz mərkəzində sizi 1,3 kilometrlik bir divar qarşılayır. Berlin divarı. Divar 13 avqust 1961-ci ildə gecə saatlarında hər kəs yuxuda olarkən polislər şəhərə gəlir, tanklar və əsgərlər bir gecənin içində bu divarı yaradırlar. Divar tam yaradılmır, amma tikanlı məftillər şəhər üzünü çəkilir, tramvay yolları bağlanır və insanlar səhər durduqda heyrət içində qalmışlar ki, bunun nə olduğunu anlamağa çalışırdılar. Şəhəri iki hissəyə böldü bu divar, Qərbi və Şərqi Berlin. Divar niyə yarandı, niyə tikildi? Divarın tikilmə məqsədi nə idi? Bu məqsəd insanlara başqa cür deyilmişdi, amma öz-özlüyündə başqa səbəbləri var idi. 1950-61-ci illər arasında Berlində Şərqi və Qərbi Berlin var idi. Şərqi Berlin daha çox kommunist və sosialist tərəfi idi, ancaq Qərbi Berlin daha çox kapitalist və azad tərəfi idi. Ona görə də insanların çox hissəsi müəllimlər, həkimlər, gənclər Şərqi Berlindən Qərbi Berlinə gedirdilər. Təxmini 3 milyon 1950-61-ci illər arasında 3 milyon əhali Qərbi Berlinə köç etmişdi. Bu da dövləti narahat edirdi. Elə ona görə də bu divar çəkildi. Ancaq məqsəd olaraq da bunu qeyd etdilər ki, ölkəyə faşistlərin bir də ki, qərb casuslarının girməsinin qarşısını almaq üçün tikdiklərini dedilər. İnsanlar çox çalışdılar ki, divarın o tərəfinə keçsinlər. Altdan tunellər qazdılar, saxta sənədlər hazırlamağa çalışdılar, hava balonları, bir çox yolu əl atdılar, ancaq uğursuz oldu. Təxmini 300-ə yaxın insan keçməyə çalışdıqları üçün öldürülmüşdü. İnsanlar nə etiraz edə bilirdilər, nə seçim haqqları var, heç nə yox, hər şey əllərindən alınmışdı. Hətta Qərbi Berlin tərəfində yaşayan insanlar hər saniyə izlənildiklərini düşünürdülər. Qorxurdular ki, onlar gizli polislər tərəfindən izlənirlər, saxlanılacaqlar, hər an öldürülə bilərlər. Bunun təhlükəsi altında yaşayırdılar. Ancaq Qərbi Berlində vəziyyət biraz fərqli idi. Onlar daha azad yaşayırdılar, qorxusuz yaşayırdılar. Ancaq onlar da divarın digər tərəfində qalan ailələri üçün, dostları, tanışları üçün çox narahat idilər. Həmin bu ayrılıq 1989-cu ildə artıq başa çatdı. Berlin divarı yıxıldı və artıq bu ərazi səma altında açıq hava qalereyasına çevrildi. 1990-cı ildə 21 ölkədə 100-dən artıq rəssam şəhərə gəlib öz əsərlərini bu divara çəkib nümayiş etdirməyə başladılar. Qeyd edim ki, əsərlərin çoxu şərq tərəfdən çəkilmişdi. Yəni girilməsi qadağan olan hissəyə çəkilmişdi. Bir zamanlar insanların qorxu içində yaşadığı şərq tərəf artıq gələn turistlərin ən çox ziyarət etdikləri yerlərdən birinə çevrilmişdi. Ən çox şəkil çəkilən, ən çox ziyarət edilən, ən çox maraq doğulan yerlərdən biridir artıq bura. İndi isə gəldik Berlin divarında turistlərin ən çox ziyarət etdiyi və ən çox şəkil çəkilən güşəsinə. Arkada gördüyünüz bu şəkil real fotoya əsaslanır. Çünki Sovet lideri Leonid Brejnev və Şərqi Almaniyanın rəhbəri Erich Honecker'ın qardaşlıq öpüşünü təsvir edir bu. Sosialist ölkələr arasında yanaqdan yox, dodaqdan öpüş tam siyasi yaxınlığın, dostluğun simvolu idi. Ona görə də bu şəkil ərsəyə gəldi. Deməli, Berlin divarı yarandığı zaman Rus rəssam Dmitri Vrubel gəldi və bu güşəyə bu şəkli çəkdi və şəklin ən altına ironik bir yazı yazdı. Mein Gott, hilf mir diese tödliche Liebe zu überleben. Yəni, Tanrım, məni bu ölümcül sevgidən xilas elə. Gəldik indi də şəhərin mərkəzində Potsdamer Platzda yerləşən Mall of Berlinə. Hava biraz soyuqdur, mən də nazik geyinmişəm. Ona görə də buradan bir şeylər alıb yolumuza yenə davam edəcəyik. Çox qəşəng endirimlər var həqiqətən.
Bütün vaxtımı burada keçirmək istəyərdim. Burada müxtəlif endirimlər çox olur H&M-də xüsusilə də. Dəhşət endirim olur. Kaş Bakıya da gəlsəydim. İnşallah gəlsin. Daha belə qalın, yum bir şey istəyirəm ki, mənə isti tutsun. Birazdan hava daha soyuyacaq. Yerim olsaydı bunu geyinərdim. Sıcacık. Qalın bir şeylər alandan sonra alışveriş mərkəzindən hava qaralmamış, tez yollandıq Muzeylər adasına. Burada bir çox muzey var. Hazırda Berliner Domun qarşısındayıq və bu muzey deyil daha doğrusu, bu kilsədir. Bu kilsə Berlinin ən böyük və ən möhtəşəm kilsələrindən biridir. 1894-1905-ci illərdə tikilib. Bu kilsə daha çox dini ibadət yeri kimi deyil də kralların, imperatorların özlərinin hakimiyyətlərini, güclərini göstərdikləri yerdir. Çünki burada daha çox Prusiya kralları ya da ki Alman imperatorları buralara ziyarət edirlər. Daha sonra Berliner Domun düz yanında Altes Museum var, yəni köhnə muzey var. Digər tərəfdə isə Humboldt Universiteti. Buradan əvvəl biz ziyarət etdik Bundestag binasını. Ancaq hər şəhərdə bunu deməsəm gedə bilmərəm. Kimin rezervasiyası yox idi, biz orada qeydiyyatdan keçməli idik. Həmin o binanın günbəzini gəzmək üçün ən azı 3 gün əvvəldən qeydiyyatdan keçməlisən. Daha sonra həmin o binaya girib gəzə bilərsən. Ancaq bilirdim ki, olmayacaq. Yenə də şansımızı yoxlamaq üçün getdik və bizi geri göndərdilər. Arxamda gördüyünüz Berlinlilərin telegülləsidir. 368 metr hündürlüyü var. İçərisində müşahidə meydançası və fırlanan restoran var. Buradakı restoran da elə eyni yüzdəki kimi 360 dərəcə fırlanır. Həmin fərqi yoxdur. Sadəcə Berlinin ən belə möhtəşəm simvollarından biridir. Elə bir özəlliyi yoxdur. Gəlin şey haqqında danışım. Niyə Berlin? Niyə 6-cı dəfədə Berlinə gəlir? Mənim Berlinə 6-cı səfərimdir bu. İnsanlar həmişə bunu belə heyrətlə qarşılar. Nə var o Berlində? Niyə gedirsən? Yenə Berlin. Hər dəfə yəni mən getməmişdən əvvəl yenə o Berlin sualını verirlər. Berlinlə mənim aramda belə toksik bir münasibət var. Nə qopa bilmirəm, nə də ayrı qala bilmirəm Berlindən. Elə ildə 2-3 dəfə gəlib Berlini bir ziyarət edib başqa şəhərlərə keçirim. Əslində olan vizanı həmişə Almaniyadan alıram. Ona görə Berlinə gəlməliyəm, şərtdir. Amma yenə də bu tez-tez olan bu səfərim Berlinlə mənim aramda qəribə bir bağ yaradıb. Qopamıram. Çox adam Berlini soyuq qarşılasa da, belə maraqsız zənn eləsə də, amma yox. Berlinin belə gizli bir marağı var. Ona görə mən buranı çox sevirəm. Yenə gələrəmmi? Gələrəm ki, gələcəm də. Videonun əvvəlində qeyd etdiyim kimi Berlinin ən məşhur yeməklərindən biri Currywurstdur. Currywurstdur. Biz də gedib indi içəridə onu yoxlayacağıq. Günün sonunda hava artıq qaralıb. Gedək ye. İki növ sifariş etdik. Biri hot dog, digər isə əsil tipik Berliner currywurst kimi. İndi bunların dadına baxacağıq. Acıdır. Ama dadlıdır. Ben bunu çok severim. Ama ikisi de çok güzeldi. Bu da güzeldi, bu da. Bu biraz acıdı. Bunu istediğiniz kimi seçə bilərsiniz. İçəridə seçim verirlərsə ki, hansını seçmək istəyirsiniz. Biz Alexanderplatzda yerləşən Göre 61'den aldıq. Mən hər dəfə bura gələndə buradan alıram. Çünki bəyənirəm dadlarını. Ne yalan deyim, başqa yerdə yoxlamamışam. Amma siz yoxlaya bilərsiniz. Yəni burada gələ bilərsiniz. Fərqli məkandan da yoxlaya bilərsiniz. Amma mən məsləhət görərdim ki, daha lokal yerlərdən sifariş edin. Alın. Dadına baxın. Hazırda Berlin ərazisində yerləşən
DDR muzeyinin qarşısındayıq. Muzey Berliner Dom və Spree çayının düz kənarında yerləşir. Burada Alman Demokratik Respublikasının, yəni Şərqi Almaniyanın gündəlik həyatı içəridəki muzeydə sərgilənir. İndi keçib insanların gündəlik həyatları necə idi, hansı şəraitdə yaşayırdılar, evləri, maşınları və s. haqqında məlumat əldə edəcəyik. Həmçinin bir yerdə baxacağıq. Muzeydə yerləşən hər divarın arxasında bir hekayə var. Elə bu divardalardan biridir. Pəncərə qoyulub və içlərində kiçik məlumatlar yerləşdirilib. Bu şey haqqındaydı. Wochen Post, həftəlik postlar haqqındadır. Bei Festival des Poetischen Lieds dabei. Poetik mahnılar haqqında danışılır. Übersetzt mit Karte oder den Regeln des Indischen Ozeans. 16-17-ci əsrdən bəri Hind okeanına kart emeği, kartla ödüyorlar. Var. Danışacağım. Muzeyin bu küncü Demokratik Respublikanın futbol komandalarına aiddir. Düzdür, futbol haqqında çox bir anlayışım yoxdur, amma burada gördüyüm bir şey var ki, iki komanda üzrədir, ancaq onlardan birinin qapısı var, ancaq digərinin qapısı yoxdur. Səbəbini bilmirəm, oynayaq. Basit. Das sieht ja aus wie bei Hempels unterm Sofa. Und dann Schulze. 3 Wochen Scheißhausdienst. Səs eşitdiniz. Bu şkafın bu hissəsində Alman zabitlərin geyimləri və onların gündəlik istifadə etdikləri əşyalar yerləşir. Onların paltarlarıdır bu. Altda çantaları, bu nədir? Yəqin ki, yemək qablarıdır. Burada siqaretləri, dəftərləri, əlcəkləri və burada da yəqin ki, dəbilqələrdir. Çox ağırdır. Oh. Deməli, nədir bu? Buraya yığırsansa danışır. Deməli, bunu sonuncu dəfə mən uşaq vaxtında eləmişdim. Belə edirdi, səhv eləmirəmsə. Necə edirik? Fırlanmır gözdə. Belə. 7. Qayıtmır axı 0. 1. Danışır onsuz. Yığmaq ehtiyac yox idi. Yaxşı. Danışır. Belə baxa bilərəm ancaq. Alman evlərini göstərir. Bu evin giriş hissəsidir. Almanlar bu tipli evlərdə yaşayırlar. Evin giriş hissəsi. Girişdə, yəni bütün evlər belə dekor olunmamışdı, ancaq yenə də. Səhv eləmirəmsə bu uşaq otağıdır. Və pəncərədə belə bir görüntü eləyiblər ki, sanki pəncərənin açıldığı mənzərə küçəyədir. Şkafları. Uşaqların kitabları. Bu bizdə pioner formaları kimi onlara bənzəyir. Qayıskun necə bağlanmalı olduğunu göstərir. Aha, buna bax. Göstər. Siz bir də bu evləri bu gündə qoysaz məndən inciməyin. Kiçik mətbəxlər, köhnə mebellər mövcuddur. Bir şey də qeyd edim ki, həmin bu evlərin mebelləri və əşyaları dövlət tərəfindən təmin olunurdu. Demək ki, insanların bunu seçməyə hüquqları yox idi, şansları da yox idi. Evdə yaşayırdılar, ancaq onların içində belə bir qorxu var idi ki, hər hansı bir cihazın içində dinləmə cihazları var və onlar hər an, hər saniyə dinlənir və nəzarətdədirlər. Yəni, insanlar çox rahat yaşaya bilmirdilər evlərində. Alman Demokratik Respublikası sanki SSR dövrünü xatırladır. Yaşam tərzləri, mənə köhnə filmləri xatırlatır. SSR dövründə yaşamamışam, amma yenə də filmlərdən,
Məlumatımız var artıq, bir də ki, ailə üzvlərinin danışmasını. Xazinə. A few moments later. Deməli, kunzabur. Bu yumurta, bu yağdır. Həmin bu evin qonaq otağındayıq, oturma otağı daha doğrusu. Vontima. Bu hissədə Almanların demokratik dövrdə dinlədikləri musiqilərdir, sənətkarların əsərləridir. Əsərlər haqqında məlumat verilir. İstədiyimiz əsərə daxil olub qulaq asa bilərik. Gəldik qonaq otağının əsas hissəsinə. Burada niyə bu var? Niyə var? Muzeyi, yəni evi elə dekor ediblər ki, sanki həqiqətən də biz Demokratik Respublika zamanı olan mövcud olan evlərin birinin içindəyik. Hər şey birə-bir təkrar olunur. Və son ən önəmli hissə diş fırçaları. Yapsana her şey tutalım. Açım. Bura biraz qorxuludur amma. Görürsən, basıb gedə bilərikmi? Evet, kaldık burada. Sana. Qorxdum ya. Biraz bozdun sandım. Demokratik Respublika dövründə Almanların istifadə etdikləri maşını görürsünüz hazırda. Avtomobilin adı Trabant adlanır. Həmin o dövrdə Almanların maşın alma prosesi biraz uzun çəkirdi. Sıradan bir insan bir avtomobil almaq üçün 10-15 il gözləməli idi. Bu da çox uzun müddət idi. Ancaq indi onların 10-15 il gözlədikləri avtomobilin yanında dayanmışıq və oğlan düşsə, birazdan həmin avtomobili idarə edəcəyik. Bagaj hissəsində çamadanları var. Əsl belə o illərin çamadanları. Bu nədir? Zapas teker. Ehtiyat təkər və sağlıq tip çantası kimi bir şey var. Biraz sürətli, biraz sürətli. Gözləyən var. Gözləyirik. Tələsirik. Vaxtımız gedir. Tura çıxıblar olar. Ay. Gedək. O biz. Şahan bir şey sürer misin? Gördüm de arkaya gedim. Muzeydə DDR dövrünə aid alış-veriş, ərzaq məhsulları sərgilənir. Ərzaqlar, meyvələr, tərəvəzlər və burada parça şokoladlar olmalıydı, səhvləmirəmsə. Hazırda belə bir avtomobilin yanındayıq. Yəqin ki, düşünürəm ki, bu dövlət rəhbərlərinin avtomobilidir. Onlar istifadə edirlər bu avtomobildən. Alman bayrağı, üzərində gerb, içi hədsiz dərəcədə genişdir. Arxa oturacaqları. Əgər Berlinə bir gün yolunuz düşsə, böyük ehtimal ki, Berliner Domu gəlib ziyarət edəcəksiniz. Həmin elə Berliner Domun düz yanında yerləşir. Tövsiyə edirəm ki, burada gəlib bir göz gəzdirin. Çünki çox maraqlı atmosferi var və gəlməyə
dəyər. Giriş pulsuz deyil, ödənişlidir. Bir nəfər üçün qiymət 13 avrodur. Normal, sadə muzeylərdən biraz fərqlənir, çünki burada insanların yaşam tərzlərini göstərirlər. Bu daha maraqlıdır. Zamanda yolculuq kimi bir his verir insana. Tam çıxırdıq ki qapıdan, amma belə bir stend gördük. Burada onların bayramlarda, tətillərdə vaxtlarını necə keçirirlər, çimərliyə gedirlər, oyun oynayırlar. Bu hissə normaldır, bu hissə əladır. Amma biraz digər hissələr biraz fərqlidir normalda. Çünki alışılabilirliyin biraz dışındadır. Biz belə görməmişik. Siz də görməyin. Bunları göstərə bilərsən. Biraz qəribə gəldi mənə. Şahmatda lit oynayırlar. Ah, thanks. Evet. Muzeyə girdikdə və çıxdıqda bu biletlərdən istifadə edirik. Girişi digər tərəfdən, çıxışı isə muzeyin içində yerləşən şop var. Şopdan çıxırıq. Bu 2 dənə gözəli yemədən mən buradan gedə bilməzdim. Ona görə də günün sonunda nə qədər yorğun oluramsa olum, dedim bunların dadına baxım, Berlin dönərləri. Əslində Berlin dönərdir, Türk dönərdir, yəni bilmirəm, amma dadına baxıb günü elə yekunlaşdırıb digər istiqamətə doğru hərəkət eləyək. O qədər yorğunam ki, əlimi belə qatlaya bilmirəm. Bayaq telefonda baxırıq. Bugün addımlarımız 24.000 olub. Yəni o qədər addım eləmişik, gəzmişik. Bugün bayaq necə bağlayacağam? Vah. Bayıldım. Bu əladır. Cidden əladır. Az öncə yediyim toyuqlu dönər idi. Dürüm olan versiyası isə ətlidir. İkisi də möhtəşəmdir. Hətta Viyanda Fərhad dönəri fikirləşirəm. İkisini müqayisə eləməyə çalışıram. Hansı gözəldir? İkisi də gözəl idi. İkisi də gözəldir həqiqətən. Çox bir fərq yoxdur aralarında, amma bəlkə də bu səfərin boyu məncə mənim yeyib ən zövq aldığım şeylər dönər olub, bilmirəm niyə. Şnitseldən daha çox və yaxud da ki, Strasburgda yediyimiz danadan daha çox. Yəni bunlar daha mənim ağız dadıma uyğundur. Bu günümüzü və Berlin səfərimizi dolu-dolu yaşadıq. Yorulduq, üşüdük, həyecanlandıq, amma burada bitdi. Düşünürəm ki, burada bitirək. Çünki bütün enerjim tükəndi artıq və növbəti bir məkana getmək düşünmürəm. Nəysə, sabah səhər tezdən uçuşumuz var. Növbəti ölkəyə yola düşürük. Ümid edirəm ki, yaxşı olar. Berlin haqqındakı təəssüratlarımı sizinlə mən biraz öncə paylaşmışdım əslində. Əgər məndən soruşsaz ki, Berlinə gəlməyə dəyər. Məncə Berlini sevməyiniz sizin xarakterinizdən və tətilə, səyahətə baxış açınızdan asılı olan bir şeydir. Bura soyuq şəhərdir, insanları biraz soyuqdur, özü soyuqdur. Məncə gəlib görməyə dəyər. Məncə Berlinə gəlməmişdən əvvəl kiminsə sözü ilə ora getmə, mənasızdır, soyuq şəhərdir, heç dəyməz deməyinə məncə buna qulaq asmayın. Əgər gəlmək istəyirsinizsə, yoxlamaq istəyirsinizsə, gəlin yoxlayın. Çünki sürprizlərlə dolu şəhərdir bura. Kim bilir, bəlkə də çox sevəcəksiniz. İndi isə necə deyərlər, getmək lazımdır.